NTV xəbərə baxırsınız. Naxçıvan Dövlət Universitetində şəhərsalma və memarlıq ili çərçivəsində Memar Əcəmi Naxçıvanlının 900 illiyinə həsr olmuş 1-ci beynəlxalq mədəni irs və dayanıqlı turizm konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə tərgüllər düzüblər. Sonra Heydər Əliyev muzeyi ziyarət olunub. Muzeydə dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla yaxından tanışlıq olub. Konfransdan əvvəl Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik Fakültəsində təşkil olunan memarlıq sərgisinə baxış keçirilib. Naxçıvan Dövlət Universitetinin Konqres Mərkəzində keçirilən konfrans ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, 1-ci Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransının əsas məqsədi mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı sahəsində aparılan müasir elmi tədqiqatların müzakirəsi, elmi fikir mübadiləsinin təşviqi və bu istiqamətdə beynəlxalq əməkdaşlıqların gücləndirilməsidir. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında innovativ yanaşmalar əsasında universitetlərin nəzəri biliyinə yanaşı, həm də praktik və sənaye yönümlü həllər formalaşdıran elmi mərkəzlər kimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Gümüşhane Universitetinin rektoru Oktay Yıldız çıxışında universitetlərin turizm sahəsində gördüyü işlərin ictimai töhfə baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu sahədə Naxçıvan Dövlət Universitetinin təcrübəsini yüksək qiymətləndirib. Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyə Həmzayeva ölkəmizdə mədəni irsin qorunması, tarixi abidələrin bərpası, turizm potensialının inkişaf etdirilməsi yönündə aparılan işlərdən bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib. Video formatda çıxış edən Akdeniz Universitetinin rektoru Professor Özlənən Özkan və Pamukkale Universitetinin rektoru Professor Mahmud Güngör konfransın beynəlxalq əhəmiyyətini yüksək dəyərləndiriblər. Naxçıvan Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov qeyd edib ki, konfransın bölmə iclaslarında 6 istiqamət üzrə 17 bölmədə ölkəmizin və dünyanın 40 elm təhsil müəssisəsindən 212 əməkdaşın 156 məruzəsi, eyni zamanda tələbə bölməsində 10 tələbənin məruzəsi dinləniləcək. Rəsmi hissənin davamında qarşılıqlı hədiyyələr və plaketlər, universitetin bir sıra əməkdaşına isə təşəkkürnamələr təqdim olunub. Tədbir, milli mədəni dəyərlərimizi əks etdirən Sazın Sədası adlı konsert proqramı ilə davam edib və iştirakçılara Azərbaycan aşıq sənətinin zəngin ənənələri təqdim edilib. Əlbəttə ki, bu konfrans birinci növbədə ölkə başçısı cənab İlham Əliyevin vafiq sərəncamına uyğun olaraq tədbirə planına salınıb. Yəni, şəhərsalma və memarlıq ili çərçivəsində keçirilən bir konfransdır. Konfransın əhəmiyyəti bundan ibarətdir ki, biz bir daha bu konfransın məruzələrindən və plenar çıxışlardan bir daha aydın elədik ki, tədqiqatçılarımızın hələ də bizim çoxminillik mədəni hadisələrimizi, mədəni prosesləri, abidələri, ölkəmizin turizm potensialını öyrənməyinə çox böyük ehtiyac var. Bu birinci beynəlxalq konfransdır və bu konfransın müzakirələri onu təsdiq elədi ki, bizim alimlərin, tədqiqatçıların, bu sahədə mütəxəssis hazırlayan ali təhsil müəssisələrin və institutların bu sahədə geniş bir tanıtıma və tədqiqata ehtiyacı var. İkinci növbədə bu konfransın materialları onu sübut elədi ki, həqiqətən də Azərbaycan miqyasında şəhərsalma və memarlıq mədəni irs baxımından kifayət qədər potensial var ki, biz bu potensialı araşdırıb dünya miqyasında ölkəmizi həm də bu sahədə çox geniş tanıda bilərik, təbliğ edə bilərik. Naxçıvan coğrafyasını, kültürünü yakinen tanıyan bir kişi olarak bu konferansta özellikle turizm odağında olmaktan son derece memnuniyet duyduğumu ifade etmek istiyorum. Özellikle tabii kültürel mirasın son derece önemli olduğu Türk milletinde böyle bir konferansın turizmle bir araya getirilmiş olması da son derece önemlidir. Bir ülkenin turizmi aslında bacasız sanayisidir derler. Yani dumanı tütmez ancak o ülkeye, o bölgeye katkı sağlayan, ekonomik getiri sağlayan bir yönü vardır turizmin. Bu anlamda da bu turizmin kültürel mirasla bir arada olması da son derece önemlidir.
Bir ülkenin, bir bölgenin, bir vilayetin turizmle kalkınması için üniversiteler son derece önemli lokomotif rol oynarlar. Çünkü üniversitelerin tek görevi eğitim öğretim değildir. Üniversitelerin diğer görevleri eğitim öğretim yanında araştırma ve toplumsal katkı misyonları görevleri de vardır. Bu anlamda toplumsal katkı misyonu anlamında da turizm faaliyetleri açısından üniversiteler son derece önemlidir. Üniversiteler bir şehrin, bir ülkenin siyasetine aslında bir anlamda pusuladırlar. Yani yapmış oldukları çalışmalarla, üretmiş oldukları politikalarla örneğin turizmin gelişmesine katkı sağlayabilirler. Bu anlamda da üniversitelerimizin bundan sonraki konferanslarda Nahçıvan özelinde Azerbaycan'la ilgili olarak turizme yönelik altyapı çalışmalarını oluşturacak politikalar üretmeleri gerekir. En önemlisi SWOT analizlerini gerçekleştirmeleri gerekir. Yani güçlü yönlerini, zayıf yönlerini, fırsatlarını ve tehditlerini ortaya koyacak çalışmaları yapacak olan üniversitelerdir ve bu kongreler bunlar açısından son derece önemlidir. Badəm Əliyeva, Gülay Tahirli, Akşin Məhərrəmov, NTV Xəbər.